Davam edirik. Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə festivalı keçirilib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev müsabiqə festivalı münsiflər heyəti ilə görüşüb. Görüşdə Bakı Xoreografiya Akademiyasının prorektoru, xalq artisti Təranə Muradova, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, xalq artisti Gülyan Ağməmmədova, Qarabağ Universitetinin İncəsənət Fakültəsinin İfaçılıq və Musiqi Müəllimliyi Kafedrasının müdürü Arslan Növrəsti və digər nümayəndələr iştirak ediblər. Elbrus İsayev belə layihələrin tələbələrin yaradıcılıq potensialının üzə çıxarılmasında və milli mənəvi dəyərlərin təbliğində mühüm rol oynadığını vurğulayıb, ali təhsil müəssisəsində keçirilən mədəni kütləvi tədbirlərdə milli dəyərlərin əsas prioritet götürüldüyünü diqqətə çatdırıb. Görüşdən sonra bədii yaradıcılıq müsabiqə festivalının açılış mərasimi olub. Öncə Universitetin İncəsənət Fakültəsində tələbələrin rəsm əsərlərindən və dekorativ tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxış olub, qonaqlara duzdan hazırlanmış müxtəlif əl işləri hədiyyə edilib. Rektor Elbrus İsayev artıq ənənə halını alan və bu il 5-ci dəfə təşkil olunan müsabiqə festivalın milli mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən bəhs edib. Tədbir Universitetin xoru kollektivinin və musiqi kollecinin Aşıqlar qrupunun təqdimatında rəngarəng çıxışlarla davam edib. Sonra müsabiqəyə start verilib. Müsabiqə çərçivəsində bədii qiraət, vokal, saz və rəqs kateqoriyaları üzrə çıxışlar izlənilib. Xalq artisti Gülyan Ağməmmədova ilə istedadlı tələbənin birgə səsləndirdiyi ifa isə müsabiqəyə xüsusi rəng qataraq iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb. Söylədim sizlər dünlərdən sonra sizlər dünlərdən sonra Hər il Respublikanın bütün ali məktəblərində bax bu müsabiqə festivalı keçiririk. Təbii ki, hər bir müsabiqə festivalda olduğu kimi mötəbər bir münsiflər heyəti tələbələrimizin yaradıcılığına, istedadına qiymət verir və artıq neçə illərdir ki, biz Naxçıvana da qonaq gəlirik. Naxçıvan Dövlət Universitetinin ən istedadlı tələbələrini seçirik və Heydər Əliyevin doğum günündən ərəfəsində Heydər Əliyev adına sarayda qaliblərin konsertinə dəvət edirik. Baxmayaraq ki, ayrı-ayrı profillər üzrə tələbələr burada çalışır, ifa edirlər, yəni özlərini ifadə edirlər. Amma bilirsiniz ki, Eurovision'un qaliblərini məhz biz bu müsabiqədən tapıb çıxartmışıq. İndi bu gün Azərbaycan səhnəsində, mədəniyyətində xidmət göstərən neçə istedadlı xalqın tanıdığı, sevdiyi artıq sənətkarlar məhz bu müsabiqənin qalibləri olublar. Mən bir daha Naxçıvan Dövlət Universitetinin bütün kollektivinə, başda Elbrus müəllim olmaqla uğurlar diləyirəm. Necə deyirlər, məşhur bir filmdə olduğu kimi ki, sükanı belə saxlayın. Çünki Ulu Öndər demişkən təhsil millətin gələcəyidir. Ulu Öndər çox şey deyə bilər, deyərdi neft ölkənin gələcəyidir, nə bilim mədəniyyət ölkənin gələcəyidir. Amma dedi təhsil millətin gələcəyidir. Çünki təhsil olmasa heç bir şey yoxdur. Nə iqtisadiyyatı var, nə siyasəti var, nə mədəniyyəti, heç nə ola bilməz. Ona görə təhsildən möhkəm yapışmalıyıq. Təhsil bizim həyatımızın, cəmiyyətimizin, siyasətimizin prioriteti olmalıdır və nə yaxşı ki, Naxçıvan Dövlət Universitetində məhz bu yolu seçiblər. Uğurlar, təbriklər. Mən həmişə əlvida demirəm, bir yerdən gedəndə hələlik deyirəm, yeni görüşlərə də deyirəm. Sağ olun. Naxçıvan Dövlət Universitetinin səhnəsini məhz istedadlar bəzəyir. Özü də gördüyünüz kimi necə gözəl hazırlıq prosesi, necə məsuliyyətlə, böyük musiqimizə, mədəniyyətimizə olan sevgi ilə hazırlaşıblar. Təbii ki, bunlar qeyri-peşəkardırlar. Hamısı başqa-başqa fakültənin tələbələri olmağına rağmen onların daxilindən gələn o istedadı üzə çıxartmaq elə bizim məqsədimiz də və onların içində bugün də çox gözəl istedadlar kəşf elədik. Naxçıvan Dövlət Universitetində və Naxçıvanda
olduğumuz üçün çox şadıq, çox məmnunuq və bu gün də qəşəng seçimlər. Önəmli olan odur ki, mənim sahəm xalq mahnıları muğamdır. Mən gözəl bir ifalar buradan seçdim. Bir çox iştirakçılarımız var. Rəqslər gözəl, aşıq musiqiləri gözəl, bədii qiraətlər gözəl. Hamısı bir-birindən gözəldir. Çox gözəl müsabiqə idi. Çox istedadlı gənclərimiz var. Ümumiyyətlə fəaliyyətimiz çox aktivdir. Müxtəlif janrlarda ifalar eşitdik. Həm aşıq musiqisi, həm milli musiqi, həm estrada musiqisi, həm rəqslər oldu. Hamısı çox gözəl və peşəkar səviyyəsindədir. Bu il mən gördüm ki, nahada tələbələr sevgi ilə, məhəbbətlə bu festivalə yanaşırlar. Mən çox xoşbaxtam sənətkar kimi ki, bir gün mən istedadlı balalarımızı gördüm. Və bu universitetdə o qədər zəngin və istedadlı tələbələr var. Mən hər zaman deyirəm, sağ olsun müəllimlər, yaşasın Azərbaycan xalqı, hər zaman birlik olsun və mən ümid eləyirəm ki, birlik olsa, biz hər şey eləyə bilərik. Hər dəfə tələbələrdə daha böyük həvəs, daha böyük inkişaf hiss edirik və bu bizi sevindirir təbii. Bugün məsələn, başqa instrumentləri gördüm. Başqa ixtisaslarda, məsələn, oxuyan uşaqlar bugün görürəm ki, məsələn, artıq tar, kamançadır. Məsələn, saz keçən il az idi, bu dəfə sazlarımız da maşallah çoxdur. Bədii yaradıcılıq müsabiqə festivalı çərçivəsində münsiflər heyəti tələbələr üçün ustad dərsi də keçib. O tələffüz gərək düzgün klassik formada olsun. Sən özün artıq indi sənətkar olanda hansı üslub seçmisən özünə, yadır ki, hansısa bir tərs seçmirsən, o başqadır. Amma klassik formada tələffüz gərək olsun. Gülay Tahirli, Badəm Əliyeva, Akşin Məhərrəmov, NTV Xəbər.